Değerli izleyicilerimiz, deməli 2 otağımız 52.000 manatdır. Belə geniş 3 otaqlı evimiz çıxıb satışa. Həyətyan sahəsinə 2 maşın daxil olur. Suyu, qazı, işığı, kanalizasiyası mərkəzidir. Hər biri var. Gördüyünüz kimi sadəcə belə tez gəlib çəkməyimdə səbəb nədir? Ev tam olaraq tamamlanıb təhvil veriləcək. Həyətinin küçəsinin belinə qədər töküləcək, fasadına qədər vurulacaq. Tam təhvil, aboyları gəlib indidən özünüz də seçə bilər. Yəni beh verirsiniz, aboyları seçirsiniz. Pol laklanır, aboylar vurulur. Çorlu poluna qədər var, kəməri var, fundamenti var. Girişdən solda belə bir mətbəximizdir. Məqsəd nədir gəlib bu evi bu vəziyyətdə çəkməkdir? Çünki hələ ki yiyəsi deyir ki 68.000 manatdır. Ola bilsin ki təmir tamamlanana qədər qiymətdə ola bilsin ki satış olmasa dəyişiləcək. Çünki günü-gündən torpaqlar qalxır. Bu evi tikib satan adam da torpaq almalıdır. O gördükcə ki evin satışı gecikir, qiymətdə dəyişiklik olacaq. Amma qiymətdə belə dəyişiklik olur. Tam təhvil veriləndən sonra bir dəfə qiymət dəyişilsə, ondan sonra amma hal-hazırda bu vəziyyətdə kim gəlib beh versə 68.000 manata tam təhvil alacaq. Cəmi hardasa belə deyim də sizə 10 günlük işi qalıb. 10-12 gün bax belə deyim. Polun laklanması, qurulması falan ora bura. Yerləşmə yeri Masazırdadır. 569 nömrəli marşrutdan hardasa 300-350 metr məsafədədir. Hündür ərazidədir. Kəməri var, fundamenti var. Sənədlər də kupçadır. Tam kupça, tam paket. Sənədlər əlimizdədir. Sağ olun, salamat qalın.